Salam değerli izləyicilər, Azərsel yanvar ayının 13-dən bu qiymətləri 50% bahalaşdırır və şirkətin yaydığı məlumatı diqqətinizə çatdırıram. Videonu paylaşıb burada üstəgəl işarəsindən bir dəfə toxunaraq kanalımıza abunə ola bilərsiniz. Azərsel bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib və Aztelekom MMC tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin müştərilərə təklif olunan tarif və xidmətlərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədi ilə 13 yanvar 2026-cı il tarixindən etibarən SIM kredit və əlaqəli xidmətlər üzrə yeni ödəniş mexanizmi qüvvəyə minəcək. Yeni qaydalara əsasən 1 AZM məbləğində SIM kredit üçün 30 qəpik, 2 AZM məbləğində SIM kredit üçün 60 qəpik, eləcə də 2 manatlıq SIM taksit xidməti üçün 60 qəpik xidmət haqqı tətbiq ediləcək. Bundan başqa ekstra kredit və internet kredit xidmətləri daxil olmaqla SIM kredit və SIM taksit çərçivəsində həyata keçirilən hər bir sorğuya görə 12 qəpik ödəniş tutulacaq. Qeyd edək ki, bu dəyişikliklər əvvəlki qiymətlərlə müqayisədə nəzərə çarpacaq artım deməkdir. Belə ki, əvvəllər 1 manatlıq kredit üçün 20 qəpik tutulurdu, 2 manatlıq üçün 40 qəpik, 3 manatlıq üçün isə 60 qəpik servis haqqı tutulurdu. Bu da müqayisədə təxminən 50% artım deməkdir. Və şirkət vurğulayır ki, bu dəyişikliklər göstərilən xidmətlərin davamlı inkişafını təmin etmək və müştəri məmnuniyyətini daha da yüksəltmək məqsədi daşıyır. Məmnunsunuzsa şərh bölməsində yaza bilərsiniz.